17 İsmail Zülfüqarlı, 83 Nihat Quliyev, Şəfanın baş məşqçisi gənc mütəxəssis Elgiz Kərəmlidir. Meydan sahibi Mingəçevirin heyəti, onlar işarə gəldi Mingəçevir. Şəfa maçı başladı, maraqlı məhsuldar, gözəl bir oyun olsun. Çox şahid olacaq bu oyunda. Pərviz Azadov, İbrahim qapıya vurur. Kalunqadan cərmə meydançasını ötürmə, Vüsal Əskərov Kalunqaya qaytardı. Nicat, Elçin Mustafayev, Elçinin zərbəsi, gol! Mükəmməl gol! Elçin Mustafayev, Mingəçevir maçı erkən golla başlayır. Elçin Mustafayev, super gol! Əli Rıza xilas edə bilmədi komandasını. Əli Rıza Müştəbəzadə çox çalışdı. Əla zərbə idi. Elçin Mustafayev Mingəçevirləri sevindirir. Kenan Quliyev deyəsən qapıya vuracaq. Kenan Quliyev zərbəsi, qüvvətli zərbə, qaydan top. Təkrar zərbə, qapı tiri. Urfan İsmailov. Elnur Cəfərov baş zərbəsi. Birə-biri qoymaq olmaz Kalunqanı. Kalunqa cərmə meydançasını asma. Baş zərbəsi, qapçı Əli Rıza Müştəbəzadə. İsmail gəlir arxadan. Fuad Bayramov. Top hələ də ondadır. Ötürmə sağ cinaha. Vüsal Əskərov. Vüsalın zərbəsi. İnanılmaz qurtarış Əli Rıza Müştəbəzadə. Topu 9-luqdan çıxartdı. Nicat Məmmədov. Topu havalandırdı. Qarşıqlıq. Qapıya zərbə. Seymur Məmmədov. Emin. Asma etdi. Urfan İsmailov. Tərlanın zərbəsi. Ötürmə Kalunqa istiqamətinə. Kenneth Kalunqa boş zərbəsi, gol! Kenneth Kalunqa! Kenneth Kalunqa! Mükəmməl ötürmə Nicatdan. Kalunqa eyni mükəmməllikdə tamamladı. Əli Rıza xilas edə bilmədi komandasını. Standart vəziyyət. Emin Zamanov. Nihat Quliyev. Zərbə vura bilmədi. Penaltidir mi bu? Hakim penalti təyin edir. Mingəçevirin qapısını anladığım budur, bəli. İşarə gəldi. Emin Zamanov topa yaxınlaşır. Emin Zamanov, gol! Şəfa fərqi azaldır. Emin Zamanovla Əmrah Məmmədli istiqaməti müəyyənləşdirsə də xilas edə bilmədi. Şəfa ikinci sürət keçid olacaqmı? Talih Qarayev, qapçı ilə çıxıb Əli Rıza Müştəbəzadə, stoper kimi oynadı, qapı boşdu. Bahadur Əziyev, Talih Qarayev, Talih'in zərbəsi qapıya, gol! Mingəçevirin 3-cü golu, Talih Qarayev, top müdafiəçiyə deyib, istiqaməti dəyişdi. Qələbə qoludur bu? Qələbə gəlirmi? Mingəçevir bayram eləyir, Mingəçevirdə şadiyanalıqdır. Hamı ayaq üstədir. Ruslanın təzyiqi var. Aba Osman. Aba, əla keçdi. Aba Osman. 4-cü gol. 4-1. Bu artıq qələbədir. Mingəçevirin 4-cü golu. Aba Osman. Əla keçdi rəqibini. Aba Osman yüksək ustalıq nümayiş etdirdi. Urfan. Ruslan Hacıyev arı ötürməsi. Əmir İbrahimzadə. Gol! Mərkəzi göstərir. Hakimlər. Gol Əmir İbrahimzadə. Fərqi 2-yə indirdi Şəfa. Aba Osman. Bahadur Əziyev. Bahadur mərkəzə meyilləndi. Bahadur. Talih Qarayev. Gol! 5-ci gol. Mingəçevir nələr edir? Talih Qarayev özünün ikinci, Mingəçevirin 5-ci golunu vurdu. Və Elvin Bayramov maçı yekunlaşdırdı. Şəfa mövsümdə ilk dəfə məğlub oldu. Mingəçevir 5 hesabı ilə qalib gəldi.